Salam, bugünkü mövzumuz olacaqdır. 8-ci sinif 2-ci hissədən 7.3 öyrəndiklərinizi tətbiq edin. Verilib burada Bakı cüzğunu möhtərizədə latınca adı qeyd olunubdur. Collegium Bakiens nəsli kəsilməkdə olan bitkilərə aiddir. Bax, burada şəkildə də təsviri verilibdir. Azərbaycanın nadir endemik, yalnız müəyyən məhdud ərazidə yaşayan bitki növü hesab olunur. Bu bitkiyə yalnız Abşeronun dənizkənarı zonalarında rast gəlmək olar. İndi müzakirə edin. Soruşulur bizdən ki, nadir bitki növlərinin təsnifatını çətinləşdirən amillər hansılardır? Qeyd elədik ki, bunlar nadir olurlar. Ona görə də bunların qohumluq əlaqələrinin az olması, təbiətdə az rast gəlmək, məhdud iqlim amilləri olan şəraitdə məskunlaşması bunların öyrənilməsi üçün çətinlik törətmiş olur. İkinci, bitkilərin sistematikasına əsaslanmaq iqlim dəyişkənliyinə qarşı mübarizədə necə kömək edə bilər? Məsələn, bilirik ki, çılpaq toxumlu bitkilər soyuq olan şimalda üstünlük təşkil edir. Mülayim qurşaqda isə enli yarpaqlı bitkilər üstünlük təşkil edir. Bunları bilmək bitkilərin sistemini sistemləşdirmək üçün asanlıq törədir. Yəni, bitkilərin sistematikasını asanlaşdırır. Yəni, onların hansı iqlim şəraitində yaşaya bilmələri və beləliklə bir növ iqlim dəyişkənliyinə qarşı mübarizədə insana köməklik göstərmiş olur. Üçüncü soruşur, müasir dövrdə hansı bitki növləri daha çox tədqiq olunur və bunun səbəbi nədir? Fikrinizi əsaslandırın. Bilirik ki, insanlar bitki növlərində müxtəlif istiqamətlərdə istifadə edirlər. Başlıca olaraq qidamızın əsasını təşkil edən buğda bitkisi taxıllar fəsiləsinə aiddir və buğda bitkisindən çoxlu miqdarda qida məhsulları əldə olunur. Bununla yanaşı, insanlar dərman bitkiləri, texniki bitkilər, dekorativ bitkilər və digər bitki sahələrini də tədqiq edirlər. Və bunların tədqiq olunması sayəsində sistematika elmi insanlara da köməklik göstərmiş olur. Öyrəndiklərinizi yoxlayın. Nə üçün sistematikanın öyrənilməsi bu gün də biologiyanın ən vacib sahələrindən hesab olunur? Bildiyiniz kimi, çoxlu miqdarda yer kürəsində canlı orqanizmlər mövcuddur. O cümlədə bitkilər aləminin nümayəndələri də mövcuddur ki, sistematika elminin öyrənilməsi həmin bitki növlərini sistemləşdirilmiş, sistemli şəkildə öyrənilməsi bir növ daha asan onları öyrənmək, onların faydalı və zərərli cəhətlərini müəyyən etməyə köməklik göstərir. Ona görə də sistematika elmi biologiya elminin vacib sahələrindən hesab olunur. İkinci, bitkilərin təsnifatı kənd təsərrüfatında və ya tibbdə necə kömək edə bilər? Bildiyiniz kimi, təsnifat elmi bitkilərin sistemləşdirilməsi, yəni onların sistemli şəkildə öyrənilməsi insanlara da köməklik göstərir. Məsələn, biz bilirik ki, qidamızın əsasını təşkil edən bitkilər taxıllar fəsiləsinin nümayəndələrində üstünlük təşkil edir və yaxud da ki, badımcan-çiyəllər fəsiləsinin nümayəndələri arasında da qidamıza xidmət edən çoxlu miqdarda bitki növləri mövcuddur. Ona görə də sistematika elmini öyrənilməsi kənd təsərrüfatına köməklik göstərir və dərman bitkilərinin də əksəriyyəti tibbdə, yəni dərmanların alınması üçün istifadə olunur ki, onları da yenə sistemli şəkildə öyrənmək, yəni hansı dərman bitkilərinin hansı sistematik kateqoriyada yerləşdiyini bilmək, onları daha asan mənimsəməyə köməklik göstərir. Üçüncü soruşulur, bitkilər haqqında öyrənmək gələcək nəsillər üçün niyə vacibdir? Bildiyiniz kimi, yer kürəsində bitkilər çox böyük, əvəzolunmaz bir
xidmət göstərirlər. Yəni, onlar günəş enerjisini kimyəvi rabitələr enerjisinə çevirməklə, yəni qeyri-üzv maddələrdən üzv maddənin əmələ gəlməsini təmin edirlər ki, həmin üzv maddələr də bütün canlıların qidasının əsasını təşkil eləyir. Belə ki, onların müəyyən qismini özləri öz qidalanmaq üçün istifadə eləsələr də, əksəriyyət hissəsi digər canlılar tərəfindən mənimsənilmiş olur. Ona görə də bitkiləri öyrənmək, onları deməli, tədqiq etmək gələcək nəsillər üçün də vacibdir. Bununla yanaşı, canlıların oksigenli mühitdə yaşayan canlılardan söhbət gedir ki, onların oksigenə olan tələbatını da bitkilər aləminin nümayəndələri ödəyir. Bitkilər aləmi olmasa, atmosferdə oksigen qazının balansı tükənər və beləliklə həyat sönər. Buna görə də bitkilər haqqında öyrənmək, onları qorumaq gələcək nəsillər üçün vacib hesab olunur. Bu qədər. Sağ olun.